qanun layihəsi önəmlidir və yaxşıdır. Komitədə dəstəkləmişdim. Plenar iclasda da lehinə səs verəcəm. Mən sözü yalnız burada verilən bir şərhlə bağlı şərh vermək istəyimdən irəli gəldi. Hüquq peşəsinin siyasətdən tamamilə ayırmaq olmur. Düzdür, bəzi hüquq işləri var ki, onlar da aydındır. İnstitusional olaraq siyasətdən ayrılır. Hakimlər, müstəntiqlər, prokurorlar. Amma vəkillər çox özünə məxsus bir işdir. Vəkil dövlət qulluğu deyil, vəkil özünü idarə edən bir qurumdur. Ona görə vəkillərin üzərinə siyasi şərh verməkdən, siyasi mənsubiyyətdən qıraqda durmaq kimi bir tələb qoymaq, buna görə onları qınamaq özlüyündə doğru deyil. Ayrı məsələdir ki, bəli, hansısa vəkil ola bilsin, apardığı məhkəmə işində məhkəmə prosesi zamanı qanunvericilikdən qırağa çıxır, siyasi şərhlər və yaxud tələblər irəli sürür. Amma bu artıq hakimin özünün nəzarətində olan bir məsələdir. Hakim ona bununla bağlı deməli, irad bildirə bilər. Ümumilikdə hakimlərlə, vəkillərlə bağlı, hətta akademik ədəbiyyatda, çünki təcrübədən doğur, bu bir tək bizim ölkənin problemi deyil, bəri başdan deyim, xüsusilə inkişaf etmiş ölkələrdə bu çox geniş yayılıb. Case lawyering deyirlər ona İngilizcə, bir də cause lawyering, yəni iki fərqli vəkillik strategiyasıdır bu. Case lawyering, yəni bunun bildiyimiz ənənəvi vəkillikdir, yəni işdə vəkillik, yəni vəkil məhkəmədə ancaq müştərinin haqq və mənafilərini qorumaqla məşğuldur. Amma bir də var cause lawyering, yəni vəkil artıq məhkəmə prosesindən qırağa çıxaraq, məhkəmənin zalında yox, qıraqda məsələn, mətbuatda demək, bəyanat verir, müsahibə verir, mühazirə oxur, konferansda çıxış edir. Məhkəmədə müdafiə etdiyi işlə bağlı onun sosial və yaxud siyasi mahiyyətini açmağa girişir. Ona cause lawyering deyirlər. Açığı, bəli, hüquq ədəbiyyatında bunu bəyənənlər də var, bəyənməyənlər də var. Sırf bir praktik hal kimi də baxanlar var, neytral yəni. Bir mənalı bir yanaşma yoxdur buna bağlı. Çünki cause lawyering artıq ənənəvi vəkillik deyil. Yəni bu artıq vəkil dediyim kimi məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilir. Hesab edə bilər ki, məhkəmə ədalətsiz aparılır, qanun konstitusiyaya ziddir və yaxud bu kimi bəyanatlar vermək vəkilin məhkəmə zalından qıraqda belə bir dəyərləndirmə verməyə haqqı olmalıdır. Buna görə vəkilləri qınamaq və yaxud xüsusilə də onlara qarşı belə şərh verdiklərinə görə inzibati tətbiq görmək və bununla bağlı çağırış etməyi doğru saymıram. Yəni dediyim kimi arzulanan bir şey deyil, bəli, könül istərdi ki, hüquqşünaslar ümumiyyətlə yəni siyasətçi olmayan hüquqşünaslar, aydındır ki, elə hüquqşünaslar var ki, siyasəti bir peşə olaraq seçir. Amma vəkildirsə, əlbəttə ki, arzulanan odur ki, o siyasətdən çox da belə siyasətin içinə girməsin ki, məhkəmədə o peşə nüfuzuna xələl gətirməsin. Amma bu həyatdır, bu heç bir ölkədə bunu tamamilə qarşısına almaq mümkün olmayıb və bunu heç belə bir məqsəd kimi də qarşısına qoyulmur hansısa bir qanunvericilikdə. Bəli, biz Anglo-Sakson ölkə deyilik. Anglo-Sakson ölkələrdə hakimlər belə bir də görürsən siyasi şərhlər verə bilir. Məhkəmə qərarında obiter diktum deyirlər də onlardan, yəni söz gəlişi deyilənlər, hətta bədii ədəbiyyata girib oradan istinadlar verə bilir. Roman-German hüquq sisteminin ənənəsində hakimlər və vəkillər bir qayda olaraq belə şeylərdən uzaq dururlar. Çünki bu peşənin ənənəsi başqadır. Ona görə uzun danışdımsa çox üzr istəyirəm. Yalnız buna bağlı şərh vermək istəyirdim ki, bəli, indi vəkillər məhkəmədə baxılan işlərlə bağlı mətbuata və yaxud başqa yerlərdə siyasi şərhlər verirlərsə, onunla razılaşıb razılaşmamaq olar. Yeri gəlmişkən, vəkil siyasi şərh verməyə girişirsə, deməli, bir qədər öz müdafiəsini zəiflədir. Ona görə ona da siyasi cavab vermək olar o baxımdan. Amma qınamaq və yaxud inzibati tətbiq etməyə çağırmaq doğru saymıram. Təşəkkür edirəm.